Əziz izləyicilər, hamını salamlayıram. Bugün predlog dərsimizin ikinci hissəsini keçirik. Ötən dərsdə keçdik ki, V və na predlogu V içində tərkib hissəsində mənasını verir, həmçinin istiqamət. Na isə üzərində mənasını verir, həmçinin istiqamət verir. Kim izləməyibsə, ötən dərsimizi izləyə bilər. Bu ikinci dərsdə isə biz keçirik period, yəni önündə, za arxasında, nad isə üzərində. Beləliklə sual yarana bilər. Bəs müəllim, ötən dərsdə axı na üzərində keçdik. İndi necə olur ki, nad bu da üzərində deməkdir. Biz deyirik ki, rus dilində bunun fərqi var. Fərqi ondadır ki, na misal üçün bu masadır, düzdür? Masanın üstündə tutaq ki, hər hansısa bir şey olsun, misal üçün salfetka. Salfetka na stole. Bu, yəni masaya toxunur. Kameranı salaq aşağı. Bu masaya toxunur. Ona görə bu masanın üzərində olduğu üçün na deyirik. Amma bu əgər dəyməsəydi masaya, havada qalsaydı bu cür, olacaqdı nadı. Nad stolom. Salfetka nad stolom. Bu da necə ola bilir? Misal üçün tutaq ki, maşın, yəni minik vasitəsi hər hansısa körpünün altından keçir, düzdür? Beləliklə körpü maşının üzərindədir. Amma maşının üst hissəsinə toxunmur, düzdür? Biz deyirik ki, nad машиной есть мост. Nad машиной. Na maşiне demək olmaz. Na maşiне desək, sanki bu minikin, yəni miniyin üzərində biz sanki körpü sanki yerləşir maşının, yəni miniyin üzərində. Yəni toxunur üst hissəsinə. İzah edə bildim. Bu bir misal. İkinci misal üçün evdə biz görürük ki, televizorun üstündə kondisioner var. Düzdür? Kondisioner var. Biz, yəni kondisioner televizorun üst hissəsinə toxunmur. Bir qədər boş yer var, sonra televizor var. Bu da həmçinin na deyil, olmaz demək. Bu da nadı sayılır. Nadı. Misal üçün, kondisioner nad televizorum. Kondisioner televizorun üzərindədir. Yaxşı, bunu da izah edə bildim. Na və nadın fərqi budur. Bu bir. İkinci bir tərəf period. Period önündədir dedik. Bu arada burada cinslər xatırlayırsınızsa izah etmişdim ki, şəkilçilərə görə dəyişə bilir. Baxmayaraq ki, bu V və nada dəyişmirdi, amma bu üç şəkilçidə period, za, nad şəkilçilərində deməli, daha doğrusu predloglarında cinslərə görə şəkilçilər dəyişə bilir. Beləliklə, gəlin indi kişi cinsini danışaq. Most, körpü kişi cinsidir. Biz deyirik və maşın da ikinci sözdür. Yəni, maşının üzərindədir körpü, düzdürmü? Deyirik, maşına, deməli, most nad maşinoy. Beləliklə, maşinoy. Maşına qadın cinsidir deyə biz maşinoy deyirik. Yəni, qadın cinsi oy şəkilçisi gətirir. Nad maşinoy. Nəyin ki üzərindədir, o obyekt şəkilçiyə düşür, hallanır. Deməli olur, most nad maşinoy və yaxud da nad maşinoy, maşının üzərində есть most. Hər halda maşın sözü oy şəkilçisi gəlir sonuna. Nad maşinoy, maşının üzərində есть most. Körpü var. Beləliklə oy oldu. İndi gəlin kişi cinsinə fikirləşək. Bayaqları misal gətirmişdim ki, masanın üzərində salfetka var, düzdür? Bu olur stol
qadın cinsidir yoxsa kişi cinsi? Kişi cinsidir. Çünki sonu a ilə bitmir. Stol. Deyirik ki, na stali. Düzdür? Na stali. Çünki salfetka masaya toxunur. Amma əgər toxunmasa misal üçün baxın bu portret. Bu portret tutaq ki masanın üzərində sayılır. Düzdür? Yəni masanın üzərində. Biz Azərbaycan dilində belə deməsək də rus dilində bu belədir. Deyirik ki, nad stolom. Masanın üzərində gəlir. Beləliklə kişi cinsinə şəkilçisi gəlir. Qadın cinsinə oy şəkilçisinə gəlir. Nad машиной. Burada isə над столом. Есть картина. Есть портрет. Və s. Beləliklə biz nad predloqunu izah etdik. İndi keçək period. Period önündə deməkdir. Burada da şəkilçi və cins prinsipləri eynidir. Misal üçün, maşının önündə. Period, maşinoy. Maşına qadın cinsi olduğuna görə oy deyirik. Period, maşinoy. Есть magazin. Mağaza var. Və yaxud da kişi cinsinə aid bir söz desək, misal üçün, mağazanın önündə məscid var. Deyirik ki, period, magazinom. Magazin kişi cinsidir. A ilə bitmir. Ya hərfi ilə bitmir. Və olur nad magazinom. Есть meçet. Məscid var. Beləliklə bu məsələdə aydın oldu. Period da aydındır. Önündə. Za isə arxasında. Beləliklə burada da eyni prinsipdir. Deyirik ki, za magazinim есть restoran. Mağazanın arxasında demək restoran var. Və ya deyirik ki, qadın cinsində olan bir söz miniyin arxasında, minik vasitəsinin arxasında mağaza var. Deyirik za maşinoy есть magazin. Mağaza var. Beləliklə bu gün də 3 predloqları öyrəndik. Demək biz artıq v, na, period, nad, za predloqlarını bilirik. 5 predloqu artıq biz bilirik. Sizə uğurlar arzulayıram. Predloq dərsi çox önəmli, mühüm dərsdir. Çünki biz predloq dərsini bilməsək, nəyinsə yerlərini izah edə bilmərik. Bizə izah etsələr, başa düşə bilmərik. Soruşulsa cavab verə bilmərik. Həmçinin də istiqamət də verə bilmərik. Çünki istiqamət məsələsi də v, na predloqundadılar. Beləliklə asandır. Biraz çalışsanız üzərinizdə, mən də ümid edirəm başa izah edə bildim və uğurlar sizə.